Hoş geldin. Salam aleyküm. Seni verenin başına verir. Senin bu kollarına kurban olam, elmenle yumrukladım. Bekledim. Sağ ol, sağ ol. Bu yaşımda beni bu vətənə gətirmişsən. Allah can sağ 101 olun. yaş istəyirəm səndən. 101 inşallah olacak. Bu hava ki burada var, Bəli. su, Hə. qohum əqraba yanınızdadır. Əsas odur ki doğma torpağında. Doğma torpağında. Əyləş. Hə, sağ ol, başına sağ ol. Necə yaşayırsınız burada? Qəşəng. Qəşəng. Hə, qəşəng. Hava özü bir dərmandır burada. Elə deyil mi? Hə. Hə. Bu mənim nəvəmdir. İşte oxuyursan, Hə. hansında? Bakı mühendisi. Neçə yaş var? 101'ə nə qalıb ki? Kəmi 15 il. 102 yaş ver. 100 olanda gəlib Allah qeyd səni- eləyəcəyik. Allah səni saxlasın ki, bu cəmaatı çox rahatlaşdırdı. Çox, Bu çox. işğal dövründə harda yaşayırdınız? Beylegan. Beyləqanda. Beyləqanda yaşayır. Yox, Beyləqanın böyrü bir kəs. Orada necə idi şərait? Baharabaddır kəndin adı, Baharabad. İki oğlum döyüşçü olub o vaxtı, Bakıda olurlar. İndi burada cənnət kimi bir yerdir. Elə deyilmi? Hə? 100 yaşada 14 il qalıb da. İnşallah qeyd edəcəyik birlikdə. Sizi təbrik edirəm. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə can sağlığı arzulayıram. Uzun illər siz vətən həsrəti ilə yaşamısınız. Müxtəlif yerlərdə artıq köçkün həyatı keçmişdə qaldı. İndi Doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız. Böyüklərə, ağsaqqallara, büdcələrə yaxşı baxacaqsınız. Uşaqları. Beyləqanın böyrü Baharabad kəndi. Hə. Baharabad da getdi, artıq qaldı keçmişdə. Keçmişdə qaldı. İndi Qala Dərəsi kəndi. Qala Dərəsi. Buradan köküşə bura. Cenab-ı Muhterem Prezidentimiz. Ama Allah o size vaxt can burada- sağlığı versin. Hə, bilirəm. Buradaydı, sonra getdiniz, indi qayıtdınız. Allah sizi korusun, Allah evlatlarınızı korusun, Sağ Allah olun. ordumuzu korusun. Şəhidlərimize Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Qazilərimize Allah şəfa versin. Çok sağ olun, sayenizde, ordumuzun sayesinde cennette, getiricimizi cennette. Allah sizi korusun. Doğma torpaqdır. Allah 2 həftə bundan əvvəl Silahlı Qüvvələr gününü biz qeyd eləmişik. Şanlı ordumuz həm 2-ci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cenab-ı Prezidentimiz. Qala Dərəsi kəndi 3 il bundan əvvəl sentyabr ayında, 23-cü ilin sentyabrında azad edildi və 2-ci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt elə işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümidlə yaşayırlar ki, gün gələcək bu torpaqlara da biz qayıdacaq. Televizyonda sizi gösteriyor. Sizden de başka kimimiz var? Ümumiyyətcə sizin kimi dahi şəxsiyyətlə eyni əsrdə yaşamaq Sağ böyük olun qürurdur. canım. Çox sağ olun. Doğru, Çox çok sağ olun. Təbrik edirəm sizi. Burada xoşbaxt yaşayın. Sağ olun. Təbrik edirəm. Sağ olun ki, bugün sizle görüşürüm. Çok Siz arzusundum. harda yaşayırsınız? Sağ ol, Allah canı sağ olsun. İşğal dövründə harda məskunlaşmışdınız? Kırdalanda. Xırdalanda. Kırdalanda. Şükür ki Allah size değmesin, Allah ordumuzu korusun. Sağ olun. Allah şahitlərə rəhmət eləsin. Ben buradan çıxanda yaşlarım var. 37 yaşım var öz vətənimdə və şadam ki, öz Şamdayım. İnşallah da burada davam edəcəyik. Siz də burada görməyimizə çox şadıq. Çox sağ olun. Əlbəttə. Çox sağ olun. Allah İndi razı olsun. Azərbaycanın hər bir tərəfi, hər birimiz üçün vətəndir. Amma doğma vətən ayrı bir şeydir. Ona görə Mehriban xanıma da salam. sağ olun, mütləq çatdıraram. Allah Onda evlatlarınızı sizə qorusun. salamlar var. Can sağ olun. Hər zaman bilməliyik ki, gec-tez ədalət öz yerini tutacaq. Sadəcə olaraq
iradə lazımdır, güc lazımdır, birlik lazımdır. Və xalqımız bütün bu Yumruq ülvi bir- xüsusiyyətlərini nümayiş Beğendim, mən Yumruq da lazımdır. Belə ləzzət edib. Ləzzət edib, qadan alaram. Çox Ümid sağ ol. edirəm ki, daha yumruq dövrü daha olmayacaq. Sağ ol. Amma əgər kimsə Azərbaycana Arxanda, xor hamımız. gözlə baxsa, Bütün yenə də Azərbaycan yumruq yerində sizinlə olacaq. Allah hidayət eylə. Qadan alaram. Allah rəhmət eləsin. Allah canını sağ etsin. Şəhidlərimiz Allah rəhmət eləsin. Onların sayəsində buradayıq. Allahları haqlarını halal eləsin. Amin. Qarşılarına baş əyri şəhid analarımızın Allah səbirlərini versin. Dünyalar qədər sizə təşəkkürümüz var. Sağ olun. Sözlə çatdırın. yanaşırsınız. Biz indi Xırdalandan, indi hər halda böyük şəhərdir, gəlmişsiniz. Burada darıxmırsınız ki. Hər şey gözəl. Rəhmət eləsin. Havası. Biz bu 35 il həsrətdə olmuşuq bu hastayla. Çox sağ olun. Baxmayaraq ki, Sizin bugünkü gəlişinizdə tamam başqa bir hədiyyə oldu bizə. Çox sağ olun. Cavanıdım, konsolçuydu. Papamla həmişə əl tutub. O Şuşanın fəslini tikan vaxtı. O vaxtı cavan gənc idim, cavan idim. Papam görəndə hamımız həvəslə belə yürüdü. Elə bir saniyə onu xatırladım. Allah rəhmət eləsin. Allah Onun da rəhmət davamçısı sizsiniz, həmişə sınaqlarınızdayıq. O da Çox sağ olun. O da çox rəhmətə əziyyət. O da gedəndə çox. bilirsiniz də Həmişə vəsiyyət etmişdi. Heydər baba Onun da bizim vəsiyyətini yerinə yetirdi. Onun da vəsiyyətini yerinə yetirdiğiniz çok sağ olun. Allah size Sağ ömür olun. versin. Ha, Gülər qızımızı da görsən əl Bu çalır. her zaman. Sağ olun, sağ olun. Heydər Əli tapşırığı verib, komandan kimi tapşırıq verilir, tapşırıq da yerinə yetirilir. Çox sağ olun. Sizin yanınızda. Allah. Aha, dəmir yumruğun yanındayıq. Həmişə. Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. Düzdür. Qələbəmizin əsas da səbəbi də budur. Yumruq həm də birliyin rəmzidir, həm gücün rəmzidir. Hər ikisi də biz nümayiş Sərkərdə etdirir. yerindədir cənab prezident. O yumruq yığışır. Sağ olun. Allah sizə qorusun. Yəni şəkil çəkdirək birlikdə. O da alqışlayıb, mən tanış oldum. Allah prezidentim gəlir elə biləm dünyada. Vallahi, vallahi. Sağ olun. Salamat qalın.